Qəbələdə maraqlı bir yerə gəldim. Özümlə ilk dəfədir gəlirəm bura. Çox sulu bir şəlalə ilə rastlaşmışıq burada. Fikir verin. Burada yan-yana iki şəlalədir. Birini çəkə biləcəm. Bu su heç vaxt nə artmır, nə də azalmır. Mənbəyini qurun sularından götürdüyünə görə daim bu formada axır. Bura nə Vəndamdır, nə Qəmərvandır. Elə bir yerdir ki, heç Qəbəllərin %80-90% diyyətini heç tanımırıq. Elə gizli olaraq da qalsın. Şəlaləyə getdiyimiz yoldur. Çox çətin yollardan keçmişik burada. Amma ərazi şəlalənin səsinə bir şey verin. Bu da çay. Çıxdıqca yaranan mənzərə.